Herkese salam, kanalıma ve videoma hoş geldiniz. 682 rubrikasının 4. bölümü ilə qarşınızdayım. Bugünkü fənnimiz isə Azərbaycan dili olacaq. Başlayaq. Deməli, bu rubrikada mən 682,5 bal toplayan biri olaraq sizə deməli 5 fəndən Azərbaycan dili, riyaziyyat, ingilis dili, fizika və informatika fənlərinin hər birinə aid ayrı-ayrılıqda videolar çəkirəm. Bugün isə sıra Azərbaycan dili fənninə çatdı. Bunu qeyd edeyim ki, buraxılış imtahanında mən ümumilikdə 295,4 bal toplamışam. Şəklini də bura yerləşdirəcəm gördüyünüz kimi. Bunun isə Azərbaycan dili 97,5 balını belə deyək, Azərbaycan dili verir. Deməli, belə deyək, Azərbaycan dili tövsiyələri vermək istəyirəm bugün sizə ki, necə Azərbaycan dili balınızı yüksəldə bilərik, hazırlıq prosesi necə olmalıdır. Və bunu da qeyd edim ki, bu video buraxılış imtahanı üçündür. Yəni, mən 3-cü qrup şagirdi olmadığıma görə əlbəttə ki, əgər Azərbaycan dilinin bloka hazırlıq üçün bu videonu izləyirsinizsə, tövsiyə edirəm, çünki bu videoda özüm buraxılışa hazırlaşan biri olaraq buraxılış Azərbaycan dili haqqında danışacağam. Nəysə, onda başlayaq. Burada özüm başlıqlar hazırlamışam. Hər videoda olduğu kimi və bu başlıqlar üzrə danışacağıq, öz hazırlıq prosesindən danışacağım və yeni hazırlığa başlayacaq olan şagirdlərə tövsiyələr verəcəm ki, bu müddətdə necə çalışsınlar, necə hazırlaşsınlar ki, Azərbaycan dili ballarını yüksəldə bilsinlər. Burada vəsaitlərimin hamısını qoymuşam. Nəysə, başlayaq onda birinci başlığımız ilə. Deməli, az dili fənni necə öyrənilməlidir? Qrammatika və mətnlər. Deməli, bu ümumi başlıqdır biraz. Başlayaq, baxaq necə öyrənilməlidir Azərbaycan dili fənni. Bilirik ki, Azərbaycan dili fənni bizə, deməli, belə deyək, iki hissədən ibarət olur imtihanda. Qrammatika, qayda hissəsi və mətnlər. 2 dənə də mətn. 11-ci sinif buraxılış imtahanında həmin qrammatika hissəsi, qayda hissəsi bizə 25 bal verir. Mətnlər isə 75 bal verir. 30 sualın 10-u qaydalara aiddir, 20-si isə mətnlərə aiddir. Mətnlərin hərəsində 10 sual var və hər mətnin də 5 qapalı, 5 açıq sualı olur. Ümumilikdə görürük ki, 30 sualın 10-u açıqdır. Bu böyük bir miqdardır həqiqətən. Azərbaycanda 10 dənə açıq sual. Və bu açıq suallar da çox belə şifahi tipli açıq suallar da deyil, yəni. Bir xeyli yazılı cavab tələb olunan tiplidir, yəni. Belə. İndi baxaq, Azərbaycan dili fənni haqqında sizə nələr tövsiyə edirəm, ümumiyyətlə Azərbaycan dili necə öyrənək? Baxın, hazırlıq prosesində, məsələn, test suallar gəlir ki, məsələn, mənə qarşılaşıram ki, qrammatikaya nə qədər vaxt ayıraq, mətnlərə nə qədər vaxt ayıraq, hardan işləyək və yaxud, məsələn, deyirlər ki, qrammatika cəmisi 25 bal verir, hazırlaşmağa dəyərmi, topları işləməyə dəyərmi 25 bal üçün və s. Belə suallar görürəm. Mən istəyirəm ki, Azərbaycan dili videosunda 1 və 2-ci başlıqları birləşdirək. Yəni, ikinci başlığımız hansı vəsaitlər ən yaxşıdır? Bu başlıqdır. Bu ikisini bir yerdə ümumi olaraq danışmaq istəyirəm. Çünki öyrənmə prosesini vəsaitlərlə əlaqələndirib daha yaxşı sizə çatdıra biləcəyimə inanıram. Nəysə, deməli, nə edirik? Bilirik ki, bizim 2 dənə test toplumumuz var. Bunları buradan çıxaraq. Deməli, 2 dənə test toplumumuz var bizim bilirik ki. Məndə 2023 nəşrlərdir. Mən çünki 2023-dən hazırlaşmışam. Baxın, bu toplular. Birinci hissə və ikinci hissə. Bilirik ki, bir xeyli sual var bunların içində qayda hissəsinə aid. Yəni, bir xeyli bölmə var bu toplularda qaydalara aid. Vərəq qalıb burada. Deməli, mövzulara aid bir xeyli tapşırıq var. Qaydalara aid. Birinci hissədə eyni. Yəni, ona görə də, məsələn, 11-ci sinif buraxılışına hazırlaşan şahidlər deyirlər ki, məsələn, mən qrammatika üçün, qaydalar üçün bu qədər testi işləməliyəm. Həqiqətən qəbul etmək lazım ki, çoxdur test. 3-cü qrup şagirdləri üçün problem deyil. Onlar zaten qrammatika bir xeyli bal verir onlara. Çünki blokları var. Amma bizdə biraz problem var ki, yəni 25 bala görə bu qədər sual işləmək. Ona görə sizə nə tövsiyə edərdim? Əgər bu il 11-ci sinifə keçirsə, bu videonu izləyənlər, bir dəfə bir düşünün. Siz buradakı qaydaları işləmisinizmi ardıcıl olaraq? Hamısın. Əgər işləmişsinizsə bir dəfə üstündən keçmişsə tam. 11-də işləməyə ehtiyac yoxdur bu topluları. Mən belə fikirləşirəm. Əgər 10-cu sinifdə, əgər bu il 10-cu sinifə keçirsinizsə, onda sizə nəyi tövsiyə edərdim 10-cu siniflərə? Bu topluları bir dəfə işləyin. Məsələn, mən necə eləmişdim? Mən 9-cu sinifdə bir dəfə işləmişəm topluları. 9-un buraxılışına hazırlaşanda 10-cu sinifdə də bir dəfə işləmişəm tam olaraq. Yəni, baxın, nə edim? 10-cu sinifdə biz gəldik bir xeyli. Axırda 3-4 bölməmiz qalmışdı. Mövzular arası əlaqə, üslubiyyat falan qalmışdı. Yayda oturdum, həmin mövzuları bir-bir, dənə-dənə işlədim, bütün sualları bitirdim. Və artıq 11-ci sinifə başlayanda mən hər iki toplumu tam bitirmiş idim. Ona görə mən 11-ci sinifdə qayda sualları işləmədim. Yəni, ancaq mətnlər işləyirdim.
məsələn toplumun qaydalarından artıq məsələn fonetikadan başlayıb ta ki tabeli tabesi mürəkkəb üçün falan ora kimi məsələn işləmək yox. 11-ci sinifdə mən qayda işləmədim. Çünki 11-də bilirik ki, həqiqətən vaxtımız az olur, vaxt dar olur, çoxlu çatdırmalı şeylər olur. Ona görə nə etdim? 11-ci sinifdə mən Azərbaycan dili qaydalarını işləmədim. Çünki onda mən bazamı qurdum. 10-cu sinifdə ciddi şəkildə işləyirəm. Bunu səmimi olaraq deyirəm. 10-cu sinifdə ciddi bir mən bütün sualları işlədim. Baxmayaraq ki, hansısa bir bölmədə 300-dən sual olsun, hamısını bir işlədim, boşluq buraxmadan. Özümü bir xeyli əziyyətə saldım, amma 11-də rahat oldu mənim üçün. Çünki artıq 11-də sadəcə Azərbaycan dilində mətnləri hazırlaşdım. Sizə də bunu tövsiyə edərdim, yəni. Çünki qrammatikaya, qaydalara çox hazırlaşmaq da həqiqətən biraz yorucudur. Yəni 3 dəfə niyə üst-üstə öyrənək bu qaydaları? 2 dəfə tam bəs eləyir məncə ki, mənimsəmək üçün. Deməli, əgər 11-ci sinifdə keçirsinizsə, qaydaları işləmirsinizsə bir dəfə ciddi şəkildə ehtiyac yoxdur. Amma 10-cu sinifdə əgər yola vermirsinizsə, qaydaları 11-də işləyin, artıq başqa çarə yoxdur. Çünki lazım olur. Çünki məsələn, belə deyək də, Azərbaycan dilinin qrammatika sualları asan düşmür. Həqiqətən asan düşmür. 9 martda imtahan vermişəm özüm və o suallara həqiqətən baxmaq lazımdır. Baxmaq o suallar ki, asan suallar deyil. Yəni 3-cü qrup səviyyəsində suallar var idi orada. Düzdür, hamısı yox. Amma bir 3 dənəsi, 4 dənəsi, 5 dənəsi həqiqətən vaxt aparan və çətin tipi idi. Həqiqətən çətin tipli suallar idi, 3-4 dənəsi yəni. Və Azərbaycan dili qrammatikası da heç bir ildə asan düşməyib. Yəni mən özüm də əvvəlkilərə baxmışam. 2000 məsələn mən 26-da imtahan vermişəm də 25, 24, 23, 22. Yəni Azərbaycan dili qrammatika sualları həqiqətən böyük və vaxt aparan tipli düşüb. Bunu mən özüm əvvəlkilər işləyəndə fikir verirdim və özümü hazırlayırdım ki, qaydalardan rahat sual gözləməyəm. Yəni öz-özümə bunu deyirdim və elə də oldu. Gəlib çətin də düşdü, amma mən qrammatikanı maksimum yazdım. Çünki qrammatika mənim güclüdür. Yəni qrammatika bazam yaxşıdır. Məktəbdən də bu yana yəni yaxşıdır qrammatika məndə. Problemim o qədər olmayıb Azərbaycan dili qrammatikası ilə. Ona görə də özünüzü qrammatikanın rahata hazırlamayın. Maksimum çətin düşəcək. Yəni buna inanın. Çünki bizdə elə oldu 2026-cı il 9 mart buraxılışı hamı bilir. 15 martda da elə çətin oldu zaten. Yəni ümumiyyətlə 2026-nın buraxılışında biraz hamımız bilir ki, biraz şey oldu. Çətin idi, nə etiraf eləmək lazımdır. Qrammatika həqiqətən asan deyildi, çətin idi, vaxt aparan idi, dəhşət vaxt aparan idi. Şagirdlər çatdıra bilməmişdi. Deyir məsələn qrammatikanı işlədim, riyaziyyat qaldı. Riyaziyyatın ətraflarını işlədim, qrammatika qaldı Azərbaycan dilində. Ona görə nə etmək lazımdır? Çətin suallara hazır olmaq lazımdır. Ona görə qrammatikanı çox da kənara qoymayın. Əgər hədəfiniz lap yüksək olan şagirdsə, 680, 690-larda hədəfi olan bir şagirdsinizsə, qrammatikanı əlbəttə ki, tam bilməlisiniz ki, maksimum gəlsin Azərbaycan dili. Buna görə nə etmək lazımdır? Topları ən azı bir dəfə tam işləməlisiniz də, yəni bir bütün sualları. 2 dəfə işləsəz lap gözəl, mən ümumilikdə 2 dəfə işləmişəm topları. Belə, bəs mətnlər haqqında gəlin danışaq indi. Deməli, mətnləri necə işləmək lazımdır? 75 bal mətnlər verir. Əlbəttə ki, ona görə mətnlər nə olmalıdır? Güclü olmalıdır bizdə. Topluda mətnlər var, kifayət qədər mətn var. Çoxuna kifayət eləmir toplu mətnləri. 80-100 arası belə mətn olmalıdır hər iki toplumu birləşdirəndə məncə. Bu arada bunu da qeyd edim ki, məndə 2023-dür. İndi siz ən yenisindən işləsəz daha yaxşı olar, yəni qaydaları və mətnləri. Yəni toplu olaraq ən yenisini işləsəz daha yaxşı olar. Mətnlər deməli, çünki hər dəfə mətnlərə əlavə edirlər bildiyim qədərilə. 2025 nəşrlərində mətnlərə əlavə var idi. Bəzən çıxarıb, bəzən əlavə eləmişlər. Deməli, necə deyək? Mətnləri işləmək üçün mütləq birinci nəyi tövsiyə edirəm sizə? Birinci hissə və ikinci hissə Azərbaycan test toplarındakı mətnləri tam işləyin. Bu mütləqdir. Yəni, buradakı 11-ci sinifdə 9-u işlədən müəllimlər də var. Məsələn, 11-i azlaşayı 9 işlədilər. Onlar niyə də olmasın, amma mən özüm işləməmişəm, bunu deyim. Yəni 11-ə hazırlaşanda, yəni məncə 11 işləmək üçün 11 mətnlər lazımdır, onsuz da. Niyə o qədər şeyə ehtiyac yoxdur, yəni. Ona görə nə edirsiniz? Birinci hissə və ikinci hissə hər iki bu topların hər ikisinin arxasında mətnlər var, bir xeyli. Hər topun arxasında 40 dənə təxminən mətn olmalıdır. Onları bir-bir işləyirsiniz, tam bitirirsiniz. Sonra əlavə vəsaitlərə keçirsiniz. Mətnlər haqqında da sizə nəyi tövsiyə edirəm? Ümumiyyətlə, mətn işləmək üçün sizin belə deyək, yaradıcılıq qabiliyyətiniz olmalıdır. Mən bunu hər dəfə qeyd edirəm. Mətn işləmək üçün sizin yaradıcılıq qabiliyyətiniz olmalıdır. Yəni, belə deyək də, suallara yaradıcı yanaşa bilməlisiniz, fikrinizi ifadə edə bilməlisiniz. O cümləni elə qəşəng formada yazmalısınız ki, onu yoxlayan müəllim sizə tam balı verib keçsin, şübhəli qalmasın və ya mətni tutuşdura biləsiniz. Sürətli şəkildə mətni oxuyub anlama qabiliyyətiniz olmalıdır. Buna görə nə etməlisiniz? Tez-tez bədii ədəbiyyat oxumalısınız. Artıq yuxarı siniflərdə zaten o qədər vaxt olmur. Bunu artıq tövsiyə edə bilən deyiləm. Amma yəni söz ehtiyatınız güclü olmalıdır. Fikrinizi rahat ifadə edə bilməlisiniz. Kimlənsə danışanda belə deyək, rahat şəkildə özünüzü ifadə edə bilirsinizsə, bu bacarıq sizdə varsa, o zaman mətnləri rahat işləyə biləcəksiniz. Amma fikrinizi tam yaza bilmirsinizsə, belə deyək də, ürəyinizdən keçənləri tam olaraq qeyd edə bilmirsinizsə,
onda problem yaşayacaqsınız açıq suallarla. Çünki Azərbaycanda açıq suallar həqiqətən çox möhtəşəm bal verir. Bir açıq sual 5 bal verir bizə, elə deyilmi? 10 dənəsi 50 bal. Təsəvvür edin 100 balın 50 balın açıq suallar verir bizə. Azərbaycanın yarısı, elə ki 50 bal AB variantdan işləyirsən, qalan 50 bal da yazaraq. Çox möhtəşəm baldır həqiqətən. Ona görə nə etmək lazımdır? Bu bacarığınızı gücləndirməlisiniz. Çoxlu kitab oxuya bilərsiniz. Bu yay əgər vaxtınız varsa, yoxsa da daha gecdir. Çalışan ki, belə deyək, sözləriniz Azərbaycanda söz ehtiyatınız zəngin olsun, güclü olsun, belə deyək, belə axıcı danışmaq deyirlər ona. Axıcı danışmaq da yaxşı olmalıdır ki, siz fikrinizi ifadə edə bilirsiniz. Bu demək ki, artıq həmin o sualı görəndə də ora qəşəng cümlələrlə fikrinizi ifadə edə bilərsiniz. Mənim də qabağıma çıxırdı. Məsələn, elə bir sual olurdu ki, bunu o vaxt çəkdiyim bir videoda qeyd etmişdim. Fikir var ağlımda, bilirəm bu sualın cavabı nədir. Sadəcə ora bilmirəm hansı cümlələrlə yazım ki, qəşəng olsun, tam ballıq olsun. Baxın, bu tip problemlərlə qarşılaşmamaq üçün qəşəng söz bazamız olmalıdır, fikrimizi ifadə edə bilmək bacarığımız olmalıdır. Belə, mən nə edirsiniz? Mətnləri birinci hissə, ikinci hissə toplan işləyirsiniz mütləq şəkildə. Mən məsələn göstəreyim, mənim dəftərim buradadır. Məsələn, burada yazmışam yuxarı birinci hissə mətnləri. Platona inanmaq olar mətni. Bu formada nə edir? Mətnləriniz gəlir, davam edir. Gördüyünüz kimi yoxlamışam necə. Mən kitabın ortasından etibarən isə baxın buradan ikinci hissə yazmışam. Bu isə ikinci hissə toplum mətnləridir. Bu formada nə edir? Bu da davam edir. Belə. Birinci hissə və ikinci hissənin mətnləri. Sonra mətnlər də belə. Deməli nəyi yadda saxlayırsınız? Azərbaycan ilə buraxılış imtahanına hazırlaşmaq üçün bizə tam bəs eləyən iki vəsait nədir? Toplar. Qurtardı getdi. Toplumun mətnlərini işləmişsinizsə əgər hamısını. Mən hər videoda bunu qeyd edirəm, yenə də qeyd edirəm. Problem yoxdur. Toplular bütün fənlər üçün imtahanlara tam bəs eləyir. Buraxılış imtahanına hazırlaşan bir şagirdsizsə əgər, əslində bloka da tam bəs eləyir. Yəni özüm çünki mən Azərbaycan 3-cü rus suallarında bəzən işləmişəm qrammatika hazırlaşarkən, çünki bilirəm ki, çətin düşür bizə. Çox yox demirəm, hər il işləmişəm. Mən arada bir işləyirdim, bilirəm yəni o tip suallara. Blok imtahanında da yəni 99% ehtimalla kənar sual düşmür. Toplumun qrammatika qayda hissələrindən elə eyni şeylər düşür də, yəni kənar bir şey yoxdur. Mətnlər də elə toplu mətnlər tipində düşmüşdü. Bizə toplumun işlədiyim mətnlərini görürüm ki, eyni tip mətnlər elə imtahanda da, yəni RM və ya MHN və ya Mücrü bu tip kitablar var. Yəni hamısı var, onları göstərəcəm. Onlar tipində deyildi, toplu tipində idi. Yəni fərqli tip deyildi. Elə DİM-in öz test toplarındakı mətnlər tipində mətnlər düşmüşdü bizə. Düzdür, biraz geniş idi, daha belə deyək uzun tipli suallar var idi içində, amma olsun ümumi xarakteristika olaraq o tipi, yəni tipi DİM tipində idi. Çox qeyri-adi, dəhşətli sual tipləri yox idi. Sadəcə uzun idi. Bizim narazılığımız buna idi. 9 mart imtahanına bağlı uzun idi suallar. Belə, məsələn o qədər uzun idi ki, mən məsələn sualları oxuyurdum. Məsələn 10 dənə açıq sual var idi, elə deyilmi? Sualı oxuyuram belə, birbaşa cavab kağızını işləyirəm. Artıq mən heç vaxt bu risk almamışam hazırlaşma müddətində. Sualı oxuyub məsələn fikrimi ifadə etmək üçün birinci əksərən biraz düşünüb üstündə qeyd eləyirdim sual kitabçasında. Sonra bura köçürürdüm. Amma burada mən vaxtım az olduğuna görə risk aldım və birbaşa orada işlədim. Və yaxşı da oldu. Ciddi bir problemlə qarşılaşmadım, çünki orada imtahanda düzdür mən həyəcan bastı, bir-iki dəfə çatdıra bilməyəcəm qorxusu, amma yaxşı oldu, çatdırdım hamısını, yaxşı ki. Amma çatdırmayan şahidlər çox oldu. Belə, yəni bunu qeyd edirik ki, hansı iki vəsait, bir daha da göstərəcəm. DİM-in 2 test toplusu, ilin ən yenisi olsun çalışın ki, 2 test toplusu buraxılış imtahanı üçün tam kifayət eləyir. Əlavə heç bir vəsait işləməsəniz belə, geri imtahanda Azərbaycan dilini 100 yaza bilərsiniz bununla. Çünki tam bəs eləyir. Qayda hissəsi tam bəs eləyir. Mətnləri tam bəs edir. Qaydanı ən azı bir dəfə işləyin, ən azı bir dəfə. 2 dəfə olsa, lap qəşəng, 3 dəfəyə məncə ehtiyac yoxdur. 3 artıq çox artıqdır. 25 bala görə 3 dəfə toplu işləmək mənasızdır. 2 dəfə olsa, qəşəng olar, lap qəşəng. Bir dəfə olsa, azdır, amma yenə bəs eləyir. Mətnlər bəs, mətnləri neçə dəfə işləyir? Mətnlərdə belə bir şey var ki, mətn bir dəfə işləyəndən sonra artıq eyni mətni ikinci dəfə işləmək biraz mənasızdır. Ona görə bir dəfə bəs eləyir. Yəni hər toplu mətnlərin bir dəfə keçdiyiniz üstündən bəs eləyəcək. Belə. Keçək növbəti vəsaitlərimizə. Məndə burada nə vəsaitlər var? Baxın. MHM göstərmək istəyirəm sizə. Bu da bəlkə bəzilərində yoxsa 3-cü qrup şagirdləri bundan işləyir. Amma məndə niyə var bilmirəm. Bilmirəm deyəndə ki, bunu özüm almışdım. Baxın, MHM bəlkə tanıyarsınız bu kitabı. Çox qəşəng kitabdır, xoşlayıram bu kitabı. Alın demirəm, buraxılış üçün lazım deyil. Buraxılış üçün çox ağır kitabdır. Niyə almışdım mən bunu? Məndə baxım qayda kitabı bu var, hədəf qayda kitabı. Hamıda zaten bu var. Məşhur kitab, hədəfin qayda kitabı. Bu kitabı mənə qane eləmədiyinə görə MHM almışdım ki, ikisini tutuşdurub elə hazırlaşım. Çünki burada müəyyən, məsələn, müəmmalı məqamlar olurdu ki, məndə müəmma qalırdı ki,
niyə də yəni uyğun gəlmir axı dildən. Sonra buradan tutuşdururdum həmin şeyləri, baxırdım, MHM-ə güvənirdim. Mən çünki bu daha kitabdır. MHM daha necə deyim, biraz mənə daha dəqiq kimi gəlir. Qaydalar da daha çox xoşuma gəlir. Ona görə almışdım bu kitabı. Bax, indi yadıma gəldi. Qəşəng kitabdır. Məndəki bu kitab qaydalar var, əlavə olaraq üstündən də şeylər gəlir, suallar gəlir, məsələlər də var içində. İşləyə bilərsinizmi? Buraxılışı azlaşan şagird məncə işləməsin, çünki ağırdır tipi. Mətnlər işləyə bilərsən, amma mətnlər yaxşıdır, pis deyil. Bloka hazırlaşan zaten mən ona tövsiyə verə bilmərəm, çünki blok verməmişəm Azərbaycanlılar. Amma bloka hazırlaşanları görmüşəm ki, çox işləyirlər bu kitabdan. Amma buraxılışı hazırlaşanlara bu kitab ehtiyac yoxdur, Haşim. Mən niyə almışdım? Mən qaydaları daha dərindən öyrənmək üçün almışdım. İndi əgər öyrənmək istəyirsə qaydaları ala bilərsiniz. Çünki qaydalar həqiqətən çox qəşəng yazılıb. Mən bu dizaynı, belə səliqəli yazı tipi falan çox xoşuma gəlmişdi bu kitabın, ona görə götürmüşdüm. Qaydalar çox qəşəng yazılıb, amma ehtiyac yoxdur buraxılış üçün bu kitaba. Sonra nə kitab var burada? Bu kitabı da məncə tanıyarsınız, məşhurdur da. 111 mətn Eren nəşriyyatının. Bunu mən 10-cu sinifdə işləmişəm, 11-də işləməmişəm. 10-cu sinifdə tam işləmişdim bu kitabı, 11-də tam işləmədim. Pis kitab deyil, mən 9-da da mən Eren'lə azlaşmışam, orada da 9-cu sinif üçün 111 mətn işləmişdim. Burada qaydalar da var. Yəni qayda sualları var. Yaxşı kitabdır, pis deyil. Belə çətinlik olaraq da, yəni çox da çətin bir kitab da deyil. Tövsiyə eləyərəm, mən eləyərdim. O qədər ağır bir kitab deyil, yəni maraqlıdır. İşləyə bilərsiniz, tövsiyə edirəm. Erenin 111 mətni. Amma toplardan sonra da, yəni vaxtınız qalsa. Mən 10-cu sinifdə bunu işləmişdim, tam işləyib bitirmişəm. Yoxsa tam deyil deyilsən, 111 mətn arası 100 dənəsini işləmişəm, axırlar qalmışdı. Belə, işləyə bilərsiniz bunda. Pis kitab deyil, amma topluları işləmişsinizsə, belə deyim, yenə deyəcəksiniz ki, ancaq toplulara ehtiyac yoxdur deyərdim. Amma vaxtınız varsa, əgər 10-cu sinifsizsə bu il, 10-cu sinifsizsə əgər bu il işləyə bilərsə, amma bu il 11-sizsə, toplu mətnlər qalıbsa, toplu mətnlərin işləyə ehtiyac yoxdur buna. Bir dənə vəsait qaldı burada, mücrü. Baxın, bu kitabı da göstərmək istəyirəm, amma yəni mənim ən tövsiyə eləmədiyim kitab bəlkə də budur, yəni mücrü kitabı, mücrü nəşriyyatı. Nəşriyyatı pisləmək kimi olmaz, amma heç də, yəni heç xoşlamıram bu kitabı. Baxın, mücrünün 60 mətn kitabı. Bunun birinci hissəsi var, ikinci hissəsi var, ikinci hissə daha çətindir. Yəni bu kitabı mən işlədim, düzdür işləmişəm 11-ci sinifdə bu il. Çətin kitabdır deyə işlədik. Amma heç bir belə deyim də mən faydasını nə yalan deyim görmədim. Bəlkə də faydası olub, amma ağırdır da, yəni toplum tipində düşür imtahanı, mücrü tipində düşmür. Bu kitab həqiqətən çox ağırdır suallarda. Ağırlıq da deməyim, Azərbaycan bilir ki, humanitar fəndir və orada belə deyək də ikili məqamlar çox olur, iki başlı suallar deyirik. Yəni belə düşünə bilərsən, başqa cür də düşünə bilərsən. Ona görə A variantı məsələn düz kimi görünür, B də. Tam dəqiq budur deyə bilmədiyimiz suallar olur bəzən Azərbaycan mətnlərdə məsələn. Burada belə suallar çoxdur və ona görə bu kitabı mən heç xoşlamıram. Çünki bu tip müəmmalı məqamlar çoxdur və ona görə heç xoşlamadım bu kitabı. Lazımsız xırdaçı suallar var mətnlərə aid. Ona görə də heç tövsiyə eləmirəm. Yəni işləməyin, bu kitabı işləməyin. Bəlkə işləyən var, amma mən yəni tövsiyə eləməzdim. Şəxsən mən heç bir belə deyim faydası dəymədi. Toplular bəs eləyir ona görə də. Mücrünü xoşlamadım. Kitab qalıb məndə amma. Bir də ən çox tövsiyə elədiyim digər kitaba keçirik indi. Sonuncu vəsaitimiz bu. 20 sınav. Çox super kitabdır. Mütləq alın, işləyin bunda. Buraxılışı azlaşan hər bir şagird işləməlidir. 11 illik təhsil səviyyəsi üzrə buraxılış imtahan modelinə uyğun baxın 20 sınav. Mütləq alın, işləyin. 11 illik kitabdır bu. 9 sunda var. 9 azlaşanlar 9-u, 11 azlaşan 11-i. Deməli baxın, ümumi olaraq dim üzərindən getsək, son olaraq qərar verdik baxın bu 3 kitaba. Və bu nədir? Birinci hissə test toplusunun mətnləri, ikinci hissə test toplusunun mətnləri və buradakı. Daha sonra mətnlər deməyək də, birinci hissə test toplusunun sualları, ikinci hissə test toplusunun sualları və 20 sınavdakı 20 dənə sınavın hər biri. Bunları hamısını işləyən şagird buraxılışa gedib Azərbaycanla 100 yazacaq. Qurtardı getdi. Tam bəs edir çünki bu vəsaitlər həqiqətən artıq bir şey ehtiyac yoxdur. Hazırlıq prosesini indi çox xırdaca eləyiblər. Yəni 50 dənə kitabdan işləyir, 70 dənə kitabdan qayda oxuyur, 100 dənə kitabdan sınaq işləyir. Ehtiyac yoxdur da. Yəni mən özüm bu balı 682 bal toplayan biri olaraq bunu deyirəm ki, heç bir fəndən qeyri-adi bir kitaba ehtiyac olmadan da maksimum bal toplamaq olar. Baxın bu kitabı mən çox xoş görürəm ümumiyyətlə 20 sınav vəsaiti. Mən içində də yazmışam, üstündə işlədim ki, məndən sonrasında heç kim işləməyəcək bunu baxın. Bu formada. Üstündə işləmişəm elə birbaşa. Və xoşladım bu kitabı. Niyə xoşladım? Çünki həm Dimin nəşridir, güvənə biləcəyimiz bir nəşrdir. Bizim imtahanı bu kitab eləyir. Yəni imtahan verəcəyimiz o buraxılış imtahanı bu kitabı yaradan qurum həmin imtahanı təşkil edəcək, danışa bilmədim.
Həm də ki, sualları da çox qəşəngdir. İki başlı sual bəlkə də indi var içində, 1-2 dənə qabağıma çıxıb. Amma ümumi olaraq sual tipləri toplu tipindədir. Yəni fərqli deyil və imtahan modelinə tam uyğundur. Məsələn, mücrünün sual tipləri imtahan tipindən tamam fərqlidir. Yəni fərqli tip suallar var. Amma burada elə deyil. İmtahana toplayan necə tipli suallar ki var, imtahan düşən tipli. Burada o suallardır. Qrammatikası da qəşəngdir. Qrammatikasında çətin suallar var. Tam da buraxılışımıza uyğun çətin qrammatika sualları var. Ona görə bu kitabı mən çox xoşladım. Həqiqətən yaxşı ki də işlədim bunu. Çox qəşəngdir. Bunu tövsiyə edirəm. Deməli, nə edirsiniz? Ümumi bir plan desəm sizə, buraxılış imtahanına hazırlaşmaq üçün ən azı nə etməlisiniz? Ən azı 2 dənə toplu, dilin toplusu və bu 20 sınaq. Bu üçün işləyirsə ən azı. Bu üçün yəni işlədinizmi? Bundan daha azını eləməyin. Yəni bu 3 dənəsini eləyin. Çoxuna da ehtiyac yoxdur. Hətta ortalama deyil. Bu üçün elədirsə, bitdi, siz hazırsınız imtahana. Mən bunu deyə bilərəm sizə. Belə, Azərbaycanla tövsiyələrim bunlardır sizə əsasən vəsait olaraq. Və belə deyim. Dəftərləri də keçək bir dənə göstərək. Göstərdim zaten deyəsən. Baxın, bu mənim toplu idi, bunu göstərmişəm. Bu isə nədir? 111 mətn dəftərimdir. Bunu da göstərim. Neçə mətn işləmişəm? 99-cu mətnə işləmişəm, qutarıb. 111-dən 99-unu işləmişəm mətnlərin. Belə, bitdi. Bunları da belə qoyaq bura. Bu qədər vəsaitlərlə işimiz bitdi. Əsas yəni bu tövsiyə edim. Artıq videomuz 20 dəqiqəni keçib. Nəysə, davam edə bilərik. Ümumi məncə dediklərimi başa düşdünüz. Yəni əsasən imtahana nə tip düşür, hansı vəsaitlər tam bəsdir, bu qeydlədiklərim bəs eləyir. Yəni hamısı yox. Toplular 2 toplu, bir də 20 sınaq. Əlavə olaraq da bu vəsaitləri işləyə bilərsiniz. Mücrü qalsın, mücrünü işləməyin. MHM-də qalsın. 111 mətn məsələn ERM işləyə bilərsiniz. Çünki o suallara o qədər çətin deyil. Ortalama tipdədir. Amma yenə də ehtiyac yoxdur. Yəni mən deyərdim ki, 2 dənə toplu, bir dənə 20 sınaq bəs eləyir. Keçək indi 3-cü başlığımıza. 3-cü başlıq, digər fənlərə nisbətdə bu fənnə nə qədər vaxt ayıraq? Yəni Azərbaycan dili fənninə nə qədər vaxt ayıraq? İndi buraxılış imtahanına hazırlaşan şagirdlər üçündür bu video və deməli belə edək. Azərbaycan dilini blokda verməyəcək şagirdlər, yəni 1, 2 və 4-cü qrup şagirdləri nə qədər vaxt ayırmaq lazımdır? Məsələn, bu 1-ci qrup şagirdləri Azərbaycanda nə qədər vaxt ayırsın? 1-ci qrupda Azərbaycan dilinə deməli 4-cü olaraq vaxt ayırın məncə. Ən çox riyaziyyata, 2-ci olaraq fizikaya, 3-cü informatikaya, 4-cü Azərbaycan dili, 5-ci ingilis dili. İndi bəlkə 4-5 biraz şey ola bilər, ingilislə bəlkə daha çox vaxt ayıra bilərsiniz. Amma baxırdı indi şagird, amma belə lap çox da vaxt ayırmanızı tövsiyə eləməzdim Azərbaycan dilinə. Çünki mətnlər zaten mən belə deyim də çox mətn işləyərək mətn bacarığının güclənəcəyinə o qədər də inanan biri deyiləm. Yəni 1000 dənə mətn işləyim, gedim imtahanda 2 mətni də maksimum yazım, elə bir şey yoxdur. 10 dənə mətn işləyib gedib orada yaza bilərsən. Çox işləmək düzdür, faydası olur, amma lap o qədər də abartı yoxdur. Yəni 10 dənə kitabdan mətn işləmə məncə ehtiyac yoxdur. Normal toplumun mətnlərini yavaş-yavaş yəni anlayaraq, tələsmədən, yola vermədən işlə, normal. Bəs eləyəcək zaten bütün sual tipləri, çünki topluda var, yəni hər qarşılaşa biləcəyimiz tip var. Ona görə də belə deyək də toplu mətnlərin tipində düşür və onları işləmək, normal şəkildə işləmək bəs eləyir. Ona görə Azərbaycanda belə lap çox vaxt ayırıram. 1-ci qrup şagirdi, amma oturub gecədən səhərə qədər ancaq Azərbaycanda işləyim, yox. Ona görə də bu fəndə axırlarda bir yerdə vaxt ayırmaq tövsiyə eləyərdim. Qalan qruplara, 1, 2, 4-cü qruplara. 3-cü qruplar isə zaten onların Azərbaycanda əsas fənnidir. Onlar nə qədər istəyirlər, çox vaxt ayıra bilərlər. Çünki Azərbaycan nə qədər vaxt bal verir onlara? 100, 150, 250 bal verir səhv eləmirəmsə. Onlar artıq ən yuxarılarda bir yerə qoymalıdır Azərbaycan dilini. Keçirik sonuncu, 4-cü başlığımıza. Bu haqda danışaq. Əlavə tövsiyələr, öz istifadə etdiyim taktikalar. Hər şeydən danışdım məncə. Biraz da əlavə tövsiyələrdən danışaq. Əlavə nələr tövsiyə edərdim Azərbaycandan hazırlaşan şagirdlərə? Deməli, nələr tövsiyə edərdim Azərbaycan dilindən? Başqa nə tövsiyəm qaldı? Deməli, hazırlaşarkən Azərbaycanla, bir də ki, özünüzü çox sıxmayın. Bax, bunu qeydləmək istəyirəm. Mən məsələn, öz-özümə deyirdim ki, suallar işləyəndədən, məsələn, fərqli tipli suallar görürdüm. Deyirdim ki, məsələn, imtahanda düşər bizə qəribə tipli bir sual falan. Amma o tip suallar sizi qorxutmasın. Çünki imtahanda həqiqətən Azərbaycan ilə çətin sual indi deyəcəm, amma bizim ildə düzdür, biraz düşdü. Amma belə deyək, çox da çətin sual düşmür. Bunu qeyd edirəm. Qrammatika qalsın kənarda, mətnlər üzrə deyim. Mətnlərdə yəni qeyri-adi sual düşmür.
yazıla biləcək. Sadəcə imtahanda tövsiyəm budur ki, sizə vaxtı yaxşı bölün, çalışın ki, mütləq şəkildə bu çox önəmlidir. Çünki biz o problemi yaşadıq həqiqətən 9 martda. Əksər şagirdlər o problemlə qarşılaşdı. Və 300 bal toplayan bu il gördüyünüz kimi kəskin şəkildə azaldı. 2025-ci ildə 300 bal toplayan sayı çox idi. 40 neçə idi, 50 neçə idi ümumilikdə. Bu il neçə şagird oldu? Bu il 13 idi. Səhv eləmirəmsə ya 11 nəfər bu il. 13-11. Və bizim 9 mart imtahanında cəmi 2 nəfər 300 bal topladı. Təsəvvür edin, əvvəlkilərdə 20 nəfər, 30 nəfər belə 300 bal toplayırdı. Amma bizdə birinci zona imtahanında 9 martda cəmi 2 nəfər 300 bal topladı. Buradan dəqiq olaraq bilinir ki, imtahanda nəsə bir çətinləşmə olub ya sualların ağırlaşması olub. Əlbəttə ki, bu dəqiqdir zaten. Səviyyə olaraq biraz ağırlaşmışdı. Ona görə də onu tövsiyə edirəm ki, sizə Azərbaycan dili haqqında. Çalışın ki, mətn suallarını işləyəndə sürətli yazmaq bacarığınız olsun, öz fikrinizi rahat ifadə etmək bacarığınız olsun və bir sualın üstündə çox qalmayın. Bir də ki, mətni oxuyanda, məsələn, oturub bir-bir oxuyum, analiz edeyim, elə yoxdur. Yəni biraz o sizdə şey olsun. O vərdişi yaransın ki, mətni sürətlə oxuyub birbaşa anlaya, dərk edə biləsiniz. Çox üstündə qalmayasınız. Yəni mətni oxumağa ayrıca bir 15 dəqiqə vaxtınız getməsin. Aslında 2-3 dəqiqəyə mətni tam oxuyub suallara keçəsiniz ki, tez-tez vaxt yoxdur buraxılış imtahanda. Çatdırmaq ağır olur həqiqətən. Ona görə o bacarıq olmalıdır. Onu tövsiyə edirəm ki, sual tiplərinə hazır olun. Topludakı bütün o açıq tipli suallar. Bunu tövsiyə edirəm ki, topludakı bütün açıq tipli suallar var ki, elə deməyək. Birinci hissə, ikinci toplu ümumilikdə 80 dənə mətn deyilir, təxminən, dəqiq sayı bilmirəm. Ta ki 80 dənə mətn var ümumilikdə. 85 dənə mətn var tutaq ki. Hər bir mətni mütləq işləyin. Bunu zaten dedim. Və hər birində işləyəndə normal şəkildə işləyin. Necə işləyin? Baxın, 1 A, 2 B məsələn yazdığınızda 5 dənə sual. 6-cı sual. Deyir ki, məsələn, mətnə əsasən onun məsələn deyir ki, bu atalar sözünün mətninə əlaqələndirib yazın. Zaten yaza bilirəm də, deyir keçməyin üstündən. Oturun yazın. Oturun yazın, mən elə edirdim. Otur yaz. Bir-birdə yəni. Qoy vaxtın getsin yaz, hazırlıq müddətində. Çünki o yazmaq sizdə o vərdişi formalaşdıracaq, imtahanda onu yazacaqsınız. Amma o tip sualların üstündən keçsəz, o fikrinizi əsaslandırın, əlaqələndirin, bu suala yanaşın. Bu tip suallar düşür çünki həqiqətən də. Onları orada bilirəm deyib keçsəz üstündən, elə belə bir-iki cümlə yazıb üstündən keçsəz, imtahanda ətraflı şeydə bu boyda sizə bu ölçüdə böyük bir xana verəndə 4 cümlə yazmalı olanda ora artıq ilişib qalmayasınız. O artıq əvvəldən yazdığınıza görə o vərdiş sizə kömək eləsin və yazıb keçə biləsiniz yəni o sualı. Ona görə deyirəm ki, ciddi şəkildə işləyin mətnləri həqiqətən. Yəni bir-bir o açıq sualları da dəftərdə qeyd edin cavablarını, üstündən keçməyin ki, o yazmaq bacarığı da sizdə yəni qalsın belə deyək. Vaxtım gedir deyib keçməyin Azərbaycan dilinin üstündən, yəni o mətnləri. Toplu mətnlərində bu formada işləyin mütləq şəkildə. O belədir ki, biraz tələsə bilərsiniz. Elm difalında yəni çox mətn işləyən birisisə 200-300. Amma məhz toplu mətnləri işləyəndə çox tələsməyin. Ağır-ağır və bir-birdə yəni sualların hamısını fikrinizi ifadə eləyə yazın. Ağır-ağır deyəndə ki, yəni hamısını tam bitirin. Yəni tam bağlayın sualı. Boşluq buraxın. Hə, zaten bilirəm, yazmağa ehtiyac yoxdur, eləməyin. Tam yazın ki, imtahandakı ilə eyni olsun. Belə, yəni bu haqqında da bunları qeyd edə bilərəm. Sonra nələr tövsiyə edərdim? Bəs qrammatika üzrə bir də əlavə tövsiyələrimi deyim sizə. Qrammatika üzrə zaten dedim ki, 11-ci sinifdə artıq vaxt olmur həqiqətən. Mən belə düşünürəm ki, 11-ci sinifdə əgər siz bloka da hazırlaşan birisisə, sizin orada riyaziyyatınız var, fizikavınız var, informatika var, zaten bunlar vaxt aparan fənlərdir. Əlavə olaraq da Azərbaycanla oturub 200-dən çox, 300-ə yaxın orfoqrafiya, alfabetik sualını işləməyə həqiqətən vaxt qalmır. Bunu bilirəm 11-ci sinifdə. Ona görə də çalışın ki, kiçik siniflərsə 10-sussa, 9-sussa, o topluları normal şəkildə işləyin. Çünki 11-ci sinifdə vaxt qalmayacaq onları işləməyə. 10-da 9-da işləyin ki, artıq ürəyiniz rahat olsun. 11-də ki, işləmişəm, bilirəm. Ürəyinizdə qalmasın ki, bu bölmə mən axı işləyə bilmədim. Hər dəfə üstündən keçdim, qaldı, indi bu ildə 11-əm, çatdıra bilmirəm. Ona görə də onu işləyin ki, mütləq şəkildə sizdə o baza olsun. O bazanı yaradın özünüzdə. Mütləq şəkildə o qrammatika hissələrini işləyin. Topları götürək buradan. Məsələn, belə deyək də. O mətnlər haqqında o fikrimi sizə qeyd etmək istəyirəm. Məsələn, nə tip sualları qeyd edim bayaq? Kontekstə görə qarşılıq. Baxın, məsələn, Süreyyanın nailiyyətlərində rol oynamış 2 amil yazın. Bunlar heç. Burada məsələn 5-ci abzası ifadə edin, tezis yazın. Bunlar da düşən tiplərdir. Bizə düşməz desin tezis sualıma. Düşə bilən tipdir. Düzgün ardıcılığı bərpa etmək cümləni yenidən yazın.
Amma məsələn, baxın bu tip sual, tapdım istədiyim tip sualı. Cəsarət insanı zəfərə, qorxaqlıq isə ölümə aparır deyimini Əhməd bəy Ağaoğlu şəxsiyyəti ilə əlaqələndirərək fikirlərinizi ən az 2 cümlə ilə yazın. Baxın, fikrinizi yazın cümləsi. Bu tip suallara hazır olun. Baxın, bunu qeyd etmək. Çünki bizə imtahan düşmüşlərsə, bir 2 dənə falan bu tip sual var idi. Yəni əlaqələndirin, əsaslandırın tip sual var idi 9 martda məncə. Elə gəl ki, var idi. Çünki orada birbaşa mətndən götürüb yazılacaq sual deyildi. Biraz fikrimizi ifadə etmək tələb olunurdu orada. Bu tip sualları yazın. Yəni üstündən keçməyin, oturub yazın. Yəni o deyir ən az 2 cümlə ilə 3 cümlə yazın dəftərinizdə ki, qeyd edin ki, yəni bəs belə-belədir. Özü cümlələr də qəşəng olsun ki, belə deyək, tam bağlanmaq istəyən şagirdə uyğun cümlələr olsun. Məsələn, əlaqələndir nə deyir? Deyimini mətnlə əlaqələndirərək, şəxsiyyətlə əlaqələndirərək fikirlərinizi ən azından belə yazırsınız. Mətndə görürük ki, Əhməd bəy Ağaoğlu bu hərəkəti ilə məsələn belə eləyir. Məsələn, bir hərəkətdən qeyd edirsiniz. Və bu hərəkətə görə biz onu cəsarətli insan kimi adlandıra bilərik. O cəsarəti sayəsində zəfərə nail oldu və bunu elədi. Məsəl üçün, baxın, bu tip əlaqələndir. Tam olaraq mətndən bu dəqiq xəbərim olmadığına görə qeyd edə bilmirəm. Amma məsələn, deyirsiniz ki, məsələn, bax belə. Məsələn, X şəxsiyyəti, tutaq ki, mətndə ölçüldü bizə. X şəxsiyyəti bu döyüşdə qalib gələrək öz nüfuzunu artırdı. Məsələn, deyir ki, və bununla da digər dövlətlər arasında sayılıb seçilən oldu. Həmin dövrdən etibarən, məsələn, deyir ki, digər dövlətlərdən nümayəndələr onların məsələn sarayına gəldilər və s. Yəni belə deyək də, bir şey məsələn əsaslandırır deyirsə, onun mətninlə uyğun olaraq və bir də qəşəng cümlələrlə əlaqələndirir. Bir də necə cümlələr? Çox da sadə olmasın. Biraz daha mürəkkəb cümlələr. Məsələn, bunun bunu etməsi, məsələn, buna gətirib çıxardı. Bu tip cümlələr, bu bunu etdi və bu oldu yox. Bunun bunu etməsi buna gəl. Yəni bu tip daha belə deyək də ingilis dilində məsələn deyirlər A1 səviyyə ingilis dili, C1, C2 səviyyə. Biraz daha Azərbaycan dilində C1, C2 səviyyələrində yazın ki, o görünür ki, biraz yuxarı səviyyəli cümlələrdir və fikrinizdə qəşəng ifadə etsəz, o şey tam ballıqdır. Məsələn, mən belə edirdim sualları yazanda, daha belə qəşəng cümlələr istifadə edirdim. Belə uşaqca cümlələr deməyə belə kobudca. Belə qəşəng cümlələrlə yazmaq lazımdır ki, mən elə düşünürəm. O sizə tam bal versin. Məsələn, mən elə olub. 9-da da 11-də də məsələn mənim açıq suallarımdan heç bir bal kəsilməyib. Fikrimi tam ifadə eləmişəm. Amma bəzi sinif yoldaşlarım falan var idi ki, deyirlər ki, yazmışam amma açıqları neysə balını kəsillər mən də bilmirəm. Əksərində bu tip hallar məncə olur. Düzdür, çox bilmirəm dəqiq bu hallara bal kəsilirmi, amma tam bal almaq üçün çalışın ki, fikrinizi tam ifadə edin. Mətnlə əlaqələndirmə düzgün olsun və bir də cümlələriniz qəşəng olsun, fikri tam ifadə edən olsun. Mən bunu ifadə etmək istəmişəm, amma yazdığım cümlə biraz şey olub, olmasın. Yəni o fikrinizlə cümləni əlaqələnməsi qəşəng olsun. Bunu da artıq özünüz eləməlisiniz, təşkil eləməlisiniz. Bu bacarıq mətn işləyişdə özünüzdə formalaşdırmalısınız. Bu qədər mətnlər haqqında da bunlar. Artıq 30 dəqiqədən çox oldu. Məncə bu qədər danışmaq bəsdir. Və son olaraq videonun sonunda Azərbaycan dili müəllimlərimə buradan əgər videonu izləyirlərsə salam göndərib təşəkkür eləmək istəyirəm. Müəllim seçimi də önəmlidir. Bunu da qeyd edək hazırlıq müddətində. Amma yenə də qeyd etdiyim kimi müəllim seçimi nə qədər önəmlidirsə şagirdin öz üzərində çalışmağı da bir o qədər önəmlidir. Buna görə də hər şeyi müəllimdən də gözləməyin. Bu videonu izləyən əziz şagirdlər. İmtahan verici şagirdlər, özünüz də çox çalışın öz üstünüzdə, hər şeyi müəllimdən gözləməyin. Nəysə, mənim müəllimlərim əvvəlcə məktəbdən qeyd edeyim. Məktəbdə mənə 2 müəllim, Orxan müəllim və Xatirə müəllim Azərbaycan dili keçiblər. Onlara buradan salam göndərib təşəkkür edirəm mən dəstək olduğuna görə hazırlıq müddətində. Uğur kurslarında hazırlaşmışam. Orada isə mənə dərs keçən Azərbaycan dili müəllimləri 8-də Brilliant müəllim, 9-da Qızılgül müəllim və 10-11-ci sinifdə isə Fidan müəllim. Onlara da buradan təşəkkür edirəm dəstək olmalarına görə. Və buradan videonu əgər izləyirlərsə salam göndərirəm. Belə. Videomuzun sonuna çatdıq. İzlədiyinizə görə təşəkkür edirəm. Qaldı bir dənə 5-ci video ingilis dili. Onu da sabah yükləyəcəm inşallah. İzləməyi unutmayın. Belə videoların davamının gəlməyi üçün də videoya like atmağı, kanala abunə olmağı unutmayın. Ümumilikdə bu rubrikada 6 video çəkməyi düşünürəm. Bu 4-cü idi. 6-cı bölüm bəs nə olacaq? O biraz daha ümumi bir video olacaq. O artıq sırf bir fən yox, ümumi hazırlıq müddəti haqqında bir fikir demək istəyirəm. Yəni orada məsələn günlük necə hazırlaşırdım, vaxtı necə bölürdüm. Yəni daha belə ümumi danışacağam 6-cı bölümdə inşallah. O daha belə deyək, səmərəli olacaq. Bir ümumi qəşəng video çəkəcəm 6-cıda. Amma sabah ingilis dilinin vaxtıdır 5-ci bölüm. İngilis dilində danışmalı bir xeyli şey var. Zaten model də dəyişilib, sizin üçün işiniz biraz çətinləşib. Belə, video izlədiyinizə görə təşəkkür edirəm. Gələn videolarda görüşənədək hamıya uğurlar arzulayıram. Sağ olun.